Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Əhməd Cavadın Azərbaycan, Azərbaycan və Azərbaycan bayrağının şeirləri ilə tanış olacaq. Burada gördüyünüz kimi Səməd Vurğunun Azərbaycan şeirini də vermişəm və bəzi sözləri, ifadələri bütün hərflərlə işarə eləmişəm. Buna səbəb hər iki şeirlər arasında olan oxşar ifadələri göstərmək. Gördüyünüz kimi öz-öz oxşar bu barədə danışmayacağım. Səməd Vurğunun Azərbaycan şeirində Əhməd Cavadın Azərbaycan şeirindən çox təsirlənmişdir. Azərbaycan şeiri Azərbaycanın vəsfinə həsr olunubdur. Azərbaycanın vəsfi də dedikdə, vətənimizin vəsfi də dedikdə, burada daha çox təbiəti vəsf olunub. Ümumiyyətlə, Azərbaycan poeziyasında vətən dedikdə daha çox təbiət başa düşür, ərazi başa düşür, torpaq başa düşür. Bircə son bənddə Laçının var, Tərlanın var, çoxlu şirin dastanın var. Arxasından deyir ki, qorxun yoxdur, düşmanın var, Azərbaycan. Bir ictimai mətləbə də toxunulub, yəni Azərbaycanın yerləşdiyi ərazi elə bir ərazidir ki, ətrafında həmişə onu sevməyən düşmənləri olub, onun inkişafını istəməyən başqa dövlətlər olub. Bu məsələyə elə bir toxunma var. Amma ümumiyyətlə şeir başdan ayağa Azərbaycanın ərazisinin, təbiətinin vəsfidir. Burada bir məsələyə değinmək istəyirəm. Ədəbiyyatımızda niyə belə formalaşır, belə fikirlər formalaşır? Ümumiyyətlə, vətənin vəsfi dedikdə, ərazinin, torpağın vəsfi başa düşülür, bilmirəm. Amma mənim dünya görüşümə görə vətən insan deməkdir. Onun insanı demək. Yəni, vətənin ən böyük neməti onun üzərində yaşayan insanlardır, bizik. Amma görünür, nə bilim, şeirlərdə yalnız təbiəti vəsf eləmək olur, insanı vəsf eləmək olur. Yəni, insansız torpaq adi bir torpaq. Torpağı vətən eləyən, onun üzərində yaşayan insanlardır. Gəldik indi şeirin özünə. Şeirin dili çox sadədir. Gəraylı ölçüsündədir, hətta demək olar şeirin gəraylıdır. Sadəcə olaraq birinci bəndin qafiyə quruluşu gəraylıda, klassik gəraylılarda gördüyümüz kimi deyil. Yəni, 8 hecalı bir şeirdir. Vətənin vəsfinə həsr olunub, ərazinin, bölgənin, təbiətin vəsfinə həsr olunub. Şeirdə çətin ifadələr yoxdur. Şeiri bircə dəfə səsləndirim. Mən biləm, burada anlaşılmayacaq heç bir ifadə yox. Dağlarının başı qarlı, sinəsi yaşıl ormanlı, dərələrin şirin barı. Azərbaycan. Amma deyim ki, bu şeir ciddi şəkildə bədii cəhətdən güclü bir şeir. Elə birinci bənddə görürsünüzsə, yuxarıdan aşağıya təbiətin təsviri əks olunur. Dağların başı qarlıdır, ətəklər yaşıl, meşəlidir. Lap aşağılar isə, dərələr isə şirin barı, yəni əkilən, bezərdən, bar verən ərazilər. Səhraların sümbüllüdür, ilmüdam üstü güllüdür. Bağçaların bülbüllüdür, Azərbaycan. İlmüdam üstü güllüdür və Azərbaycan təbiətinin isti olmasına bir işarə var. Yəni, həqiqətən Aran bölgəsində gülsüz, çiçəksiz dövr çox az olur. Yəni, sanki ilmüdam üstü güllüdür. Durna gözlü bulaqların, cənnət kimi yaylaqların, geniş-geniş oymaqların, Azərbaycan. Ormanında maral gəzəl, çöllərində ceyran sözər, göllərində qazlar üzər, Azərbaycan. Həqiqətən məskunlaşdığımız bu ərazi, babalarımızın gəlib bir vaxt tutub özünə vətən elədiyi bu ərazi gerçəkdən gözəl. Meşəsində maral, çöllərində ceyran, göllərində qazlar. İlxında ayğır kişnəşir, naxırında buğan güləşir, süründə əmlik mələşir, Azərbaycan. Kənd təsərrüfatının da, maldarlığın da inkişafı göz önünə sərilir. Atı, heyvanı, yine malqarası, quzusu olan bir bölgədir. Qayalarda əlvan mərmər, belində var qızıl kəmər, bir yanında Bəhri Xəzər,
Azərbaycan, Azərbaycan. Təbiətinin də zəngin olduğunu, qayalarının rəngli mərmər olduğu, yanında Xəzər dənizinin olduğu bir ərazi göstərir, ərazi olduğumuz dilə gətirilir. Sinən odu şölə salır, dünya səndən işıq alır, verməyəndə zülmət qalır, Azərbaycan, Azərbaycan. İpək, pambıq, yunun çoxdur, arpa, buğda, düyün çoxdur, hər şeyin var, nəyin yoxdur? Azərbaycan, Azərbaycan. Gerçəkdən Azərbaycanda hər şey var. Özü özünün yetə biləcək nadir dövlətlərdən biridir. Yəni, nefti də var, qazı da var, elektriki istehsal eləməyə gücü də var, istənilən kənd təsərrüfatı məhsulu var, təbiəti o qədər, deyək ki, alaylıvandır ki, müxtəlif növlüdür ki, istənilən iqlim qurşağı burada tapıldığı üçün, yəni burada nə desən yetişdirmək mümkündür, özü özünə yetən bir ərazimiz var. Yer üzündə yoxdur tayın, gür-gür axar neçə çayın, bol verirdi fələk payın, Azərbaycan, Azərbaycan. Həqiqətən 20-ci əsrin əvvəlləri üçün bunlar çox önəmli məsələlər idi. Yəni təbiətin vergisi, verməsi, yəni fələyin qismətin bu əraziyə verdiyi nemətlər çox önəmli idi. Bu da Azərbaycanda var idi. Amma indi belə deyək də, elm, texnika o qədər inkişaf edib ki, iqtisadi gücü elə artırmaq mümkündür ki, iqtisadi gücü elə bir səviyyəyə çıxa bilir ki, səhranın ortasında da cənnət yaratmaq mümkündür. Amma o dövr üçün bunlar çox önəmli idi. İndi yenə bir məsələni deyim, vətən onun üzərindəki insandır, onun ən böyük dəyəri də, ən böyük dəyəri yaradan da insandır. Hətta təbiət özü, deyək ki, zəngin olmasa nemətləri ilə, orada insanoğlu istənilən ərazidə cənnətini yarada bilər. Laçının var, Tərlanın var, çoxlu şirin dastanın var, qorxun yoxdur, düşmanın var. Azərbaycan, Azərbaycan. Dediyim kimi sonda həm şirin dastanları, ədəbiyyatının, tarixinin, keçmişinin olduğu vurğulanır, həm də ətrafında düşmənlərinin çox olduğu, amma qorxmadığını, ayaq üstə dura bilən bir xalqının vətəninə sahib çıxacaq, yaşadığı əraziyə sahib çıxacaq bir xalqının olduğu göstərilir. Gördüyünüz kimi əsər 1919-cu ildə yazılıb. Cümhuriyyətimizin, vətənimizin nəğməkar şairinin Azərbaycan bayrağını şeiri ilə də tanış olaq. Həqiqətən bir xalqın dövlətinin olması, dövlətinin simvolu olan bayrağının olması çox qürur vericidir. Və biz də indi şükür Allaha ki, bu şeiri oxuyanda müstəqil Azərbaycanda yaşayırıq. Özümüzün dövlətimiz var, bayrağımız var, gerbimiz var. Türkistan yerləri öpüb alnını, söylüyür dərdini sana bayrağım. Üç rəngi də əksini quzğun dənizdən ərmağan yollasın yara bayrağım. Bir ikinci misrada söylüyür dərdini sənə bayrağım. Türkistan küləkləri. Yəqin şair burada hələ müstəqil olmayan Türk dövlətlərini, Türk dilli xalqları nəzərdə tutaraq söylüyür dərdini sana bayrağım deyir. Çünki şeir Cümhuriyyət dövründə yazılıb, onda hələ müstəqil olmayan Türk dövlətləri var idi, zaten indi də müstəqil olmayan Türk dövlətləri var. İraqdan tutmuş, Rusiya ərazisində olan, hətta cənubda olan görünür, buna işarə edir. Üç rəngli əksini quzğun dənizdən, yəni Xəzərdən ərmağan yollasın yara bayrağım. Gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. İzin ver gözündə coşan yaşıma, dinlətsin dərdini, aha bayrağım. Bəli, kölgə dövlət quşu kimi hesab edir onun kölgəsini. Hətta bayrağımızın kölgəsi şairin gözünün yaşının coşmasına, dərdini dinlətməsinə səbəb olur. Qayıxan soyundan aldığın rəngi qucamış Elxanla müsəlman bəci, Elxanın övladı dinin dirəci, gətirdin könlümə səfa, bayraq. Bilir ki, bayrağımızın üzərində müasirlikdən başqa türkçülüyün və müsəlmanlığın rəmzi olan göy və yaşıl rəngi var. Və biz bu yaşıl göy rəngi Qayıxan soyundan almışıq. Qayıxan bildiyiniz kimi türklərin
ən qədim soydur. Osmanlıların soyu da Qayıxan soyundandır. Osmanlı dövlətini quran Osman bəyin. Qucamış Elxanla Müsəlman Bəcib. Yəni bu rəngi, göy rəngi Elxan dedikdə türk xanları başa düşülür. Elxanilər dövlətindən gələn bir ifadədir. Yəni türk dövlətlərinin xanları və müsəlman bəcləri, yəni İslam inancını da qucaqlamış və bu da öz rəngini bayrağımızda əks elətdirmişdir. Köksündə tufanlar gəldi mirəli, köksümdə tufanlar gəldi mirəli. Öpüm kölgən düşən mübarək yeri. Allahın yıldızı o gözəl pəri. Sığınmış qoynunda aya bayrağım. Burada bayrağımızın üzərindəki ulduza və aya da işarə var. O Allahın yıldızı deyir, gözəl pəri sənindir, aya sığınmışdır. Bu da bədii dildən, bu şeir ümumiyyətlə həm də Azərbaycan bayrağının bədii dildən vəsfidir, həm də onun görünüşünün təsviridir. Bu şeir də qoşma janrındadır. Düzdür, son bənddə şair adını işlətməyib, amma qoşmanın bütün tələblərinə demək olar ki, əməl olunub. Birinci bənddəki qafiyə quruluşu, sonraki bəndlərdəki qafiyə quruluşu, heca sayının 11 olması. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.